Bugün Azərbaycanda Azərbaycan Estetik və Regenerativ Kosmetologiya Akademiyasının və Kanor Events şirkətinin birgə təşkilatçılığı ilə birinci beynəlxalq Estetik və Regenerativ Kosmetologiya konqresi keçirilir. Konqresimizin əsas məqsədi bu sahə üzrə fəaliyyət göstərən mütəxəssisləri bir araya toplamaq və yerli və xarici spikerlərin iştirakı ilə öz bilik və təcrübələrini bizim həkimlərimizlə, kosmetoloqlarımızla bölüşmələridir. Azərbaycanlı spikerlərimizlə yanaşı bizim Türkiyədən, Almaniyadan, Rusiyadan, İrandan, müxtəlif ölkələrdən xarici spikerlərimiz qatılıb və onlar öz biliklərini bizim həkimlərimizlə bölüşürlər. Konqres yüksək qatılımla başladı və çox böyük maraq keçirildi. AERKA Akademiyasının ümumiyyətcə məqsədi bizim ölkəmizdə olan mütəxəssislərimizin biliklərini daha da artırmaq, zənginləşdirmək və həmçinin mütəmadi müxtəlif sahələr üzrə kurslar, seminarlar, təlimlər keçirməkdir və həmçinin beynəlxalq səviyyəli təlimçilərin yetişdirilməsindən ibarətdir. Bugün biz çox qürurluyuq. Həmçinin konqresimiz zəfər günümüzə həsr olunub. Milli birlik, həmrəy olduğumuz gündür və eləcə də tibb sahəsində də bu birlik biz həmrəy olmağını həkimlərimizin görürük. Biz çox sevincliyik, çox şadıq, yorğunuq, amma xoşbəxtik. Mən hər bir iştirakçıya və bütün təşkilatçılara öz təşəkkürümü bildirirəm.